yerlərə şürun edibdi məst bu məstanə könlümü. Sovet döneminden sonra demek 96. ildə bunun nəvəsi İsmizar xanım bunun işinin toplanması tədbirlə bağlı çox ciddi məşğul idi və davamlı bu axtarışlarla məşğul idi və o vaxtları Kazım müəllimə müraciət elədi, Kazım Kərimzadə muzeyin direktoruna və o məni çağırdı, dedi ki, bu irslə bağlı müəyyən bəlkə bir kitab yazasan və o vaxtları biz ilkin təşəbbüs göstərdik və belə bir kitab o vaxtları demək Şuşa nəşriyyatında oranın rəhbəri Vasif Quliyevin təşəbbüsü ilə, xeyirxahlığı ilə, yəni təmənnasız bir kitab o vaxt yazıldı. İndiki poliqrafik imtahanlarla bunu daha yaxşı bırakmaq. Yox, burada poliqrafik cəhətdən təbii ki, bizi qane eləmir, ancaq siz dediyiniz kimi həm poeziyasını, həm başqa külliyyatını əhatə eləməklə yaxşı bir kitab bıraxmaq olar.